Bu sualın izahında isə burada məsələn belə bir nümunə yazmışam mən. Baxın burada görürsünüz. Burada belə bir 2 üstü 4 minus 2 üstü 2. İndi 2 üstü 4 o deməkdir ki, yəni bir yanında 4 dənə sıfırdan biz bir yanında 2 dənə sıfırı çıxırıq. Çıxanda bu sıfırları çıxanda heç bir problem olmur. Amma burada məsələn bu sıfırdan biri çıxmaq olmur axı. Sıfırdan biri çıxmaq olmur deyə. Baxın buradakı birdən biz onluq veririk. Onluq vermək, yəni onluq 10 nə deməkdir? Onluq ikilikdə, yəni 10 yox da 1 0. 1 0 onluqda 2-yə bərabərdir. Yəni onluq o deməkdir. Biz indi məsələn onluq sayı sistemində necə ki çıxma eləyirik, ikilikdə də belədir də. Məsələn onluqda 1 onluq verəndə 10-a necə ki bərabər olur, ikilikdə də 1 onluq verəndə 1 0-a bərabər olur. Yəni bu 2 deməkdir. İndi biz də bu birdən bu ikinci sıfıra 1 onluq veririk. Bu olur 10. Yəni 2 olur. 2 deməkdir. Sonra bundan da buna verəndə bu olur 10, yəni 2 olur. Bunun yerində isə 2-dən 1 onluq veririk axı. Bunun yerində 1 qalır. Yəni burada 1 qalır. Bu 1-in yerində zaten 0 qalır. Çünki bu yazığın 10-unu vermişik də. Bu 0 da isə deməli hansı 0? Bu isə 2 idi axı. 2-dən 1-i çıxanda 1 qalır. Yəni 1 1 0 0 eləyir bu. Bu öz yerində. İndi mən burada misalda yazmışam. Burada fikir verirsinizsə 16 üstü 32 deməli 16 üstü 32, baxın burada yazıram. 16 üstü 32 bərabərdir 2 üstü 4, 10 üstü 32 deməkdir. Bu da qüvvətlər vurulur, eləyir 2 üstü 128. Düzdür? Baxın burada yazmışam 2 üstü 128. Sonra keçirik ikinciyə. 4 üstü 15, 2 üstü 2, 10 üstü 15 deməkdir. Bu da eləyir 2 üstü 30. Deməli, burada da yazmışıq çıxıq 2 üstü 30. Sonra 8 üstü 20 isə bu da 2 üstü 3, bunun üstü 20 deməkdir. Burada da qüvvətlər vurulur, eləyir 2 üstü 60. Deməli, burada da yazmışıq plus 2 üstü 60. Bura kimi hər şey aydındır yəqin ki. Bu da 2 üstü 128. Baxın, birinci rəqəmə baxırıq burada. 2 üstü 128 o deməkdir ki, baxın, burada yazmışam 1, yanında 128 dənə 0. Əvvəlcə mən burada müsbət olanları toplasam, birinci bura baxıram. Hələ mənfiyə bax, çünki çıxmada artıq biraz onluq vermək məsələsi var. Onun üçün əvvəlcə müsbətləri toplayıram. 1 yanında 128 dənə 0-ın üzərinə gələcəm 1 yanında 60 dənə 0. İndi bu ədədin birinci ədədin 1 yanında 128 dənə 0 var axı. Onun da üzərinə 1 yanında 60 dənə 0 gəlir. Bu ədədin axırı 60 dənə 0 eləyir. Baxın, yazmışam 0 0 sayı 60 dənə. Bunun əvvəlində bu ədədin əvvəlində bir dənə 1 var axı. Bu 1 ortada bir dənə 1 yaranır. Sonra 128-in içində 60 dənə 0 arxaya düşdü. Deməli, arxaya düşdü və bir dənə 1 burada yarandı və 128 68 dənəsi əvvəldə qalmışdı. 67 dənə 0 burada qaldı. Bir dənə də 1 burada qaldı. Yəni belə bir ədəd alındı. Yəni 1 yanında 67 dənə 0. Sonra belə bir ədəd deyəndə, daha doğrusu buradakı kimi bir ədəd alındı. 1 yanında 67 dənə 0, bir dənə 1 burada yarandı və 60 dənə də 0 arxasında. İndi bu ədəddən biz çıxmalıyıq 2 üstü 30-u. Baxın, bu aşağıda yazmışam. 1 yanında 30 dənə 0 deməkdir. Yəni bunun axırına düşür də nəsə iş. Əvvəlinlə işimiz yoxdur. Zaten əvvəlində 1 yanında 67 dənə 0 yaranacaq. İndi burada əvvəl çıxmışdıq da. Çıxanda 60 dənə 0-ın içində 30 dənə 0-ı rahatlıqla ayıra bilirik də. Yəni axırına 30 dənə 0 düşəcək. İndi 60 0-dan 30 0 çıxanda 30 dənə 0 qalır. Əvvəldə də burada bir dənə 1 var da. Və burada da bir dənə 1 var. Bu 1-i sıfırların içinə düşür axı. Sıfırların içində qalır deyə onluq verməliyəm. Hansı ki bu birdən onluq verməliyəm. Onluq verəndə mən burada 30 dənə birim qalacaq və bu birin yerində isə baxın burada yazmışam 0 qalır. Yəni 0 qalır və deməli mənim ədədim nətər olur? Ədədim belə olur. 1 yanında 67 dənə 0, 1 dənə 0 burada yaranıbdır, sonra 30 dənə 1 və 30 dənə 0. İndi mənə deyir ki, sıfırların sayından birlərin sayına çıxın. Deməli 67 sıfırın burada var, 30 sıfırın burada var. Bir dənə də 0 burada var. Eləyir 67 üstə gələk 31. Bu eləyir 98 ədədi 0. İndi baxırıq birlərin sayına. Birlərin sayı isə burada bir dənə 1 var və 30 dənə də 1 burada var. 30-un üzərinə gəlirəm 1, eləyir 31 ədəd 1. İndi deyir fərqini tapın. 98-dən 31-i çıxanda yerdə qalacaq 67. Yəni fərqi bu qədərdir.